Salam əziz ikincilər, bugünkü dərsimiz Novruz bayramı mövzusuna həsr olunub. Mətni oxuyaq, Novruz bayramı ilə bağlı milli adət ənənələrimizi qeyd edək. Novruz bayramı. Novruz bayramı Azərbaycanın milli bayramıdır. Novruz bayramı yaz fəslinin gəlişinə bir ay qalmış qeyd olunmağa başlayır. Belə ki, hər bir həftənin çərşənbə axşamı növbə ilə su, od, yel, torpaq çərşənbələri keçirilir. İlk çərşənbə su çərşənbəsidir. Həmin gün hamı səhər tezdən bulaq başına gedir. Əl üzünü yuyur, suyun üstündən atlanır. Od çərşənbəsində adətə görə insanlar tonqal qalayıb üstündən tullanırlar. Bununla bütün pis günlərin geridə qalmasını arzulayırlar. Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Axırıncı çərşənbə torpaq çərşənbəsidir. Həmin gün bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, paxlava, şəkərbura, qoğal, badambura bişirilir, bayram xonçası bəzənir. Kosa, keçəl bu bayramın rəmzi obrazlarıdır. Onlar bayram axşamı insanları öz oyunları, nəğmələri ilə şənləndirirlər. İndi isə tapşırıqlarımıza baxaq. Mətndə hansı Novruz adəti haqqında məlumat verilmir? Diqqətlə baxın. Bizə 3 şəkil təqdim olunub. Birinci şəkildə bulaq başı təsvir olunub. Uşaqlar öz anaları ilə birgə bulaq başına gəlib, səhənglə su daşıyırlar. İkincidə isə yumurta döyüşdürülür. Üçüncüdə isə tonqaldan tullanırlar. Sizcə hansı Novruz adəti haqqında məlumat verilmirdi? Əlbəttə ki, yumurta döyüşdürülməsi barədə mətnimizdə məlumat yox idi. İkinci tapşırığımız. Hər abzas üzrə yarımbaşlıqlar tərtib edin. Xalqımızın milli bayramı, yəqin ki, xatırladınız, mətnimizin ilk girişində milli bayramımızdan söhbət açılır. İkinci, su çərşənbəsi haqqında. Üçüncü, od çərşənbəsi, daha sonra yel çərşənbəsi, torpaq çərşənbəsi və Novruzun rəmzi obrazları, yəni kosa və keçəl haqqında məlumat verilir. Növbəti tapşırığımız. Qohumlarınızdan birinə Novruz bayramının münasibəti ilə təbrik açıqçası hazırlayın. Açıqçanızda nəzakətli ifadələrdən istifadə edin. Yadınızdadırsa, keçən dərslərimizin birində nəzakətli ifadələri öyrənmişdik. Elə təsəvvür edin ki, nənənizə açıqça hazırlayırsınız. Nə yazardınız əziz şagirdlər? Əziz nənəm, səni Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bayramın mübarək və s. Növbəti tapşırığımız. Sinifdə ən çox sevdiyiniz bayram mövzusunda sorğu keçirin. Sorğu anketini aşağıdakı kimi tərtib edin. Sorğunun nəticəsinə əsasən diaqram hazırlayın. Diqqətlə anket nümunəsinə baxaq. Birinci sırada şagirdlərin adı, soyadı, məsələn, İskəndərov Şahin, Həsənova Aytac, Cəfərzadə Yusif. Digər bölmələrdə isə bayramların adları qeyd olunub. Bilik günü, bayraq günü, yeni il, Novruz bayramı və Qurban bayramı. Beləliklə biz ən sonda hansı şagirdlərin hansı bayramı daha çox sevdiyini və bu say çoxluğunu da anket nümunəsinə görə müəyyən edəcəyik. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.